Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan Salyan Regional Məşğulluq Filialı tərəfindən 14 mart 2025-ci il tarixində Şirvan şəhərində 11 işə götürənlə birgə əmək yarmarkası təşkil olunmuşdur. Tədbirdə agentliyin tərəfdaş şirkətlərin rəhbər şəxsləri və əməkdaşları iştirak etmişdir. İşə götürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş, işsiz və iş axtaran şəxslərə 99 boş iş yerləri təqdim olunmuşdur. Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və iş axtaran şəxslər kimi qeydiyyatda olan 300-dən çox vətəndaşlarla iş aparılmışdır. İşə götürən tərəfdən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşdurlar. Mirsahib Rahiloğlu, Muğan TV, Şirvan. Dövlət Məşğulluq Agentliyinin Şirvan Salyan Regional Məşğulluq Filialı tərəfindən Şirvan şəhərində bugün növbəti əmək yarmarkası keçirilmişdir. Əmək yarmarkasının məqsədi işə götürənlərin öz boş iş yerlərinə uyğun kadrların tapmasına, iş axtaran və işsiz şəxslərin isə özlərinin bilik və bacarıqlarına uyğun iş yerlərinin tapılması ilə əlaqədardır. Əmək yarmarkasında iştirak edən iş axtaran və işsiz şəxslərin işə düzəlməsi 2 ay müddətdə izlənilir. Əgər vətəndaşlar işə düzəlməzsə, onlara digər Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim olunan xidmətlər göstərilir. Bu xidmətlərə peşə ürün məsləhət xidməti, peşə hazırlıq kurslarının təşkili, birgə maliyyələşmə proqramı, özünə məşğulluq proqramı və digər proqramlardır. İş axtaran və işsiz şəxslərin işlə təmin olunması uyğun olmazsa, əmək yarmarkasında onlara digər xidmətlərin göstərilməsi davam etdiriləcək. Şirvan Peşə Liseyi olaraq da əmək yarmarkasında iştirak edirik. Peşə Liseyi 12 iş yeri üzrə, 6 ixtisas üzrə, daha doğrusu 12 iş yeri təklif edir. Müraciət edənlərin sayı çoxdur və biz müraciətçilər arasında seçim etmişik və uyğun ixtisaslara uyğun olaraq namizədləri qeydə almışıq. Biz onlarla sonra əlaqə saxlayıb müəyyən işlərə cəlb edəcəyik.